Hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Sot yarım torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli 4 otaqlı möhtəşəm evimizin təqdimatındayım. Dəyərli izləyicilərimiz, evimiz yerləşmə yerinə söz ola bilməz. Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində birbaşa Əliyağavayit heykəlindən bura asfalt yol gəlir və Yeni Bakı kompleksində daxilindən birbaşa evin yanına gəlmək olur. Bilirsiniz ki, ərazi hamısı şəxsi evlər, 2 mərtəbəli villalardır. Və həmən ərazidəki həmişə öz reytingini qoruyub saxlayan ərazidir bu evin ərazisi. Ümumilikdə cütdaşdan inşa olunub, fundament, mərtəbə arası manat beton, yerdən kürsülüdür. Gül üçün yerdə saxlanıb, əkilmək üçün həyətyanı sahəsində 2 maşın rahat şəkildə daxil olur. Bütün kamyonlar var, sayğaclar quraşdırılıb, tam hazır şəkildə alçısına təhvil veriləcək. Zinzəmizdə var ki, artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Evi gördüyünüz kimi yan hissəsi də boşdur. Keçək evimizin əsas təmiri hissəsinin təqdimatına. Bu hissədə kombi üçün yer ayrılıb. Evdə elektrik lampalarından istifadə etməmişik. Nə qədər işıqlı olduğunu özünüz şahid olacaqsınız. Dəhlizdir. Dəhlizin mətbəxin döşəməsi istipol. Tavanda fiqurlar sport işıqlardan bəzədilib. 2-ci mərtəbə qalxan pilləkənləri gördüyünüz kimi rəng siyahları bir-birini tamamlayır. Alt hissəsində qladovkası var. İstipolun xətləri də bu hissəyə yığılıb. Və istədiyi, xanımların istədiyi mətbəx, ən geniş mətbəx bu evdə. Baxın, mətbəx qonaq otağı genişliyində mətbəxi var. İşıqlıdır dediyim kimi, elektrik lampalarını istifadə etməmişik. Nə qədər işıqlı olduğunu özünüz şahid olursunuz. Bütün kameralarda qaz xəttinə kimi su, elektrik xətti hepsi mətbəxdə mövcuddur. Bura 1-ci mərtəbənin sanitar qovşağı və geniş işıqlı zaldır ki, qonaq otağı, şəbəkə pəncərə, vitraj pəncərələr həyətyanı sahəsinə baxılıb, yenə də tavanla fiqurlar, sport işıqlardan bəzədilib. Gözəl bir evdir, öz alıcısını gözləyir. Yəni ki, bu ərazidə demək olar ki, ən münasib qiymətlə təklif olunan evlərdən biridir. Qalxaq evimizin 2-ci mərtəbəsinin təqdimatına. 2 yanaşı evdir. Biri 125, bu ev isə 115 min manata təklif olunur. Eyvana çıxışıdır, öz həyətyanı sahəsinə baxın. Baxın, dəhlizə birbaşa kompleksin yaxınlığında. Qurtuluş da Yeni Bakıda, hər birisi yaxınlığındadır. Bölgü dəhliz vasitəsilə aparıb, sol tərəfdə yataq otağından birincisi, otaqların ölçüləri normaldır. Kupçalı evdir. Bura digər otağıdır, bunun ölçüsü genişdir. Bura isə sonuncu yataq otağı. Bir daha qiymətləri xatırladıram. Gördüyünüz bu evimizin, çəkiliş apardığımız evimizin startlı qiyməti 115 min manat və yanındakı ev isə 125 min manat. Deyərsiniz fərq nədir? Yanındakı ev ümumilikdə sot yarım torpaq sahəsində olub, Qubçada sot yarımdır. Əlavə olaraq yanında sot yarımda torpaq sahəsi var ki, bax kimi istifadə olunur. Ümumilikdə 125 minlik ev 3 sotda torpaq sahəsində təklif olunur. Ona görə qiymət də 125 mindir, amma bu ev isə 115 min. 051 635 1797 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.